Salam. Bildiyimiz kimi artıq 26 iyun tarixində 5-ci sinifdən 6-cı sinifə qəbul imtahanı baş tutacaq. O səbəbdən də sizə dəstək məqsədi ilə keçirilmiş lisey qəbul sınağı 8-cinin izahını sizinlə bölüşmək istəyirəm. Azərbaycan dilini ayrı, riyaziyyatı ayrı yerləşdirəcəm. Hər ikisini də kanaldan tapa bilərsiniz. Birinci sualda deyir, hansı sözdəki şəkilçini həm hal, həm də mənsubiyyət şəkilçisi kimi düşünmək olar. Baxaq, biri var deyirəm, yolun başı, biri də var deyirəm, məktəbin yolu. Məktəbin yolu. Baxın, ikinci tərəfi olanda mənsubiyyət oldu. Yolun başı olanda birinci gəldi, yəli oldu. Elə deməli cavab A bəndidir. Yolda dadə ümumiyyətlə yerliyin şəkilçisidir. Yoldakı sifətdir. Sizin yolunuz deyə bilirəm, mənsubiyyət işlənir. Amma yolunuzun başlanğıcı olsaydı, mən buna yəli deyərdim. Burada un yoxdur deyə biz bunu götürə bilmirik. Belə olanda həmişə çalışın nümunələrlə işləyəsiniz. İkinci sualda çox sadə suallardır. Baxan kimi elə tək qoşmasını götürürəm. Çünki biz qayda demişik ki, tək hecalı qoşmalar sözə birləşik yazılır. Doğru cavab A bəndidir. Üçüncü sualda hansı sözün tərkibində iki leksik şəkilçisi işlənmişdir? Qar sözü yoxdur. Yəni qarla qardaşın bağlılığı yoxdur. Biz demişik kök elə olmalıdır ki, yaranan məna ilə əlaqəsi itməsin. Qardaşdan qardaşlıq, sından sınıq, sınıqdan sınıqçı, tərbiyədən tərbiyəli, lazımdan lazımlı. Deməli, 2 dənə leksik yalnız olacaq B bəndində. Dördüncü sual, hansı birləşməni həm həqiqi, həm də məcazi məna kimi düşünmək olar? İşə düşmək, dil dodağı qurumaq, nəzər salmaq, cin atına minmək. Biz işə gedib düşə bilmərik. Nəzəri gedib hardansa binadan aşağı sala bilmərik. Cinin də atı yoxdur ki, biz ona gedək bilək. Amma dili dodağı qurumaq. Biri var deyirəm ki, təəccübləndim, həyəcanlandım, dilim dodağım qurudu. Bu bizim həqiqətən də dilimizin, dodağımızın quruduğu mənasına gəlmir ki. Amma biz susayanda həqiqətən də dilimiz, dodağımız quruyur. O quruluğu hiss edirik. Deməli, həm həqiqi, həm məcazi olacaq B bəndi. 5-ci sual, tərəfləri isim və feil şəklində olan söz birləşməsini istəyir. Deməli, elə bir birləşmə seçməliyik ki, həm orada isim olmalıdır birinci tərəf, ikinci tərəfdə də feil olmalıdır. Həkimə gedir. Həkim isimdir, gedir feildir, belə düşünə bilərsiniz. Amma həkimə gedir söz birləşməsi deyil, cümlədir. Bitkin fikri ifadə edir, cümlə bitdi. Gözləri yorulanda, gözlər isimdir, yorulanda feili bağlamada feildir. Cavab B bəndidir. Xeyli işləmək, xeyli zərfdir. Faydalı iş sifətlə isimdir. 6. Qonaq sözündən sonra hansı söz gələrsə ilk sözün son samiti, cingiltili tələffüz olunar. Sözün baxırıq, belə olanda həmişə variantlara baxın, heç qayda bilməsəz də. Samit, 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 bir dənə sait burada başlayır. Deməli, cavab B bəndidir. Bu, belə deyək də, qayda bilmədən gedəcəyimiz yoldur. Qayda da bizə deyir ki, özündən sonra samit gələndə karlaşır, sait gələndə cingiltili qalır. Deməli, doğru cavab olacaq B bəndi. 7-də mənsubiyyət şəkilçili isimlə başlayan cümləni deyir, müəyyən edin. Suallar o qədər asandır, biraz tez-tez danışıram, amma düşünürəm ki, izahım sizə tam aydın olur. 7-də deməli, mənsubiyyət şəkilçili isimlə. Hamımız əvəzli idi, mənim əvəzli idi. 2 variant arasında qaldım. Kəndimiz, deyirik, bizim kəndimiz. Baxın, elə qarşısına demişik, axı, yəli hal qoya bildiksə, bu mənsubiyyətdir, elə cavab A-dır. Suyun üzündə isə, suyun üzü, nəyin üzü? Yəli haldır. Deməli, C bəndi də ola bilməz. 8-də, hansı cümlədə söz birləşməsi var? Ən ağıllı fikirlər, baxın elə A-da, ağıllı fikirlər. Gözləri uzaqlara zillənmişdi, burada söz birləşməsi yoxdur. Onun gözləri olsaydı deyərdim, hə. Kimsə bəkdən qışqırdı, ayrı-ayrı sözdür. O hamıya qəribə baxırdı. Qəribə baxırdığını da götürə bilmərsiniz, çünki söz birləşməsi deyil, qəribə baxırdı, cümlə sayılır. Cavab A bəndi. 9.
Hansı cümlədə nə sualına cavab verən söz isim deyil. Deməli, köhnə hamımız üçün yararsızdır. Burada köhnə əslində necə sualına cavab verən sifətdir. Amma mübtədadır axı, yararsızdır. Nə? Köhnə. İsimləşib, mübtəda olduğu üçün isimləşib və nə sualına cavab verir. Deməli, doğru cavabımız olacaq A bəndi. Heyvandarlıq sözü sizi çaşdırmasın, nə sualına cavab verməsə, çünki heyvandarlıq isimdir. 10. Hansı cümlədə vergülün işlənməsi doğru deyil? Bu, uzaqdan gələn ən xoş xəbərdir. Görünür, yalan danışırsan, modal sözdə özündən sonra vergül qoyulur, özündən sonra zərfli vergül qoyulur. O dağlarda uşaqlıq xatirələrim yatır. Hansı dağlarda? O dağlarda. Cavab elə C bəndidir. Nə üçün? Çünki biz demişik ki, hansı sualına cavab verirsə, özündən sonra vergül qoyulmaz. 11-ci sual. Altından xətt çəkilmiş sözlərlə bağlı düzgün fikirləri müəyyən edin. Axşam bizə yeni məlumat gəldi. Deyir, nə vaxt sualına cavab verir, quruluşca sadədir. Bəli, nə zaman bizə məlumat gəldi? Axşam, bəli, sadədir, bir doğrudur. Atam iti addımlarla gedirdi. Necə sualına cavab verir? Amma iti addımın itiliyini göstərir. Yəni, hərəkətin yox, özündən sonra isim gəldiyi üçün yanlışdır. Yolçu yolda xeyli gözlədi. Nə qədər sualına cavab verir? Bəli, hərəkətə aiddir. Çünki gözləməyin qədərini bildirir. Doğru. Yaz səhəri gözəl olur. Nə vaxt sualına cavab verir? Kənddəki zamanı bildirir. Yaz səhəri nə sualına cavab verir? Nə vaxt? Yox. Nə sualına cavab verir? Birlikdə söz birləşməsidir deyə yanlışdır. Deməli, düzgün fikir istəyir. 1, 3 cavab D bəndi. Mətnə baxırıq. Deyir, əgər bal yeməyi sevirsənsə, deməli mum sözünü də eşitmirsən. Amma yəqin ki, bilmirsən ki, arılar mumu necə istehsal edir. Yazda ağacların çiçəyinə diqqət elə. Rəngli çiçəklərin dibində balaca deşiklər olur. Həmin deşiklərdən şirin su axır. Arılar həmin suyu sovurub qarınlarına doldururlar. Elə ki, qarınları doldu, qaydırlar pətəklərinə. Ayaqları ilə pətəyin üst qapısından yapışıb baş aşağı sallanırlar. 2-3 saat beləcə qalırlar. Qarınlarındakı şirin su yavaş-yavaş çevrilib mum olur və arının qarnındakı deşiklərdən çıxıb tökülür. Arı həmin mumu ayağı ilə qoparır. Ağzına alıb çeynəyir. Onu yumrulayır və pətəyin ağzını örtülmüş taxtaya yapışdırır. Təxminən 20 qram çiçək şirəsindən 1 qram mum yaranır. Muma toxunan zərərverici həşəratlar orada məskən salır. Mum havada oksidləşmir. Havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də onun çəkisi daim dəyişilməz qalır. Mumu heç bir zərərverici zədələyə bilməz. Mikroblar demək olar ki, bütün üzvü maddələri parçaladığı halda muma təsir etmir. 12-ci suala baxırıq. Altından xətt çəkilmiş sözü hansı ifadələrlə əvəz etmək olar? Altından xətt çəkilmiş söz 1 qram mum yaranır. Yaranır, yəni nə deməkdir? Əmələ gəlir, əldə olunur, göz önünə gəlir. Xeyr, istehlak yox, istehsal olunur. Yazsaydı düz olardı. 1-3 cavab A bəndi. Sözlərin mənasına fikir verin, çaşdırmasın. Mətndə A sualın cavabı yoxdur. Deyir, arı mumu necə istehsal olunur? Elə bütün mətn istehsalından danışırdı. 1 qram mum üçün, bu da mətndə baxın, bu hissədə vermişdi. 1 qram mum 20 qram çiçək. Deməli, B də var. Mum necə ifraz olunur? Mumun necə ifraz olunduğunu da danışmışdı. Amma arı balı gün ərzində neçə çiçək çəkir? Xeyr, sadəcə qram mum verir. Neçəsini deməyib deyə cavab D bəndidir. Mumun yaranma prosesində deyir, hansı hadisə daha əvvəl baş verib? Burada deməli, təbii ki, birinci şirəni çəkməlidir ki, sonra onu qarnından şirə mumu çeynəsin, qarnından şirəsi çıxsın və pətəyə qayıtsın. Cavab A bəndidir. Mətni əsasən müəyyənləşdirmək olar. Şirənin çiçəyin hansı hissəsində yerləşdiyini bəli vermişdi buradakı.
Burada vermişdi mətndə, amma indi yerin gələk tapaq ki, harda vermişdi pətəyin ağzında. Deməli, çiçəklər dibində. Dibində deyir, balaca deşiklər olur. Deməli, bunu verib bizə dibində. Mumun tərkibinə daxil olan maddələrin sayını deyir bizə. Mumun tərkibinə daxil olan maddələr. Bu yox idi. Mumun çəkisinin dəyişməməsi xeyli yox idi. Arının qarnındakı suyun, bəli, bu da verilmişdi ki, çevrilir, müddətini də vermişdi. 1-4 cavab C bəndi. C bəndi yox, bir dəqiqə. C bəndi yox, C-ni qədərin verməmişdi. 4-ü çıxırıq. Amma mumun çəkisinin dəyişmə yox, dəyişməməsinin səbəbi yazıb. Xeyr, bizim heç bir məlumatımız yoxdur ki, o mumun çəkisi nə üçün dəyişmir? 1-3 A bəndidir. 16. Mətndə üzəri nömrələnmiş sözlər istəyir bizdən. 4-cü söz havanın sözüdür. 3-cü söz rəngli sözüdür. 2-ci söz ağacdır. Bu da baldır. Çalışın, yazın ki, daha rahat hesablayasınız, daha rahat baxa biləsiniz. Deməli, bizdən düzgün fikirləri istəyir. Deyir, bal arıların çiçək və meyvə şirəsindən hasil etdikləri. Bəli, bal qatı şirin maddədir, doğrudur. Deyir, yüksək bal toplayanlar. Amma bu bal bizim imtahan balımızdır. Yediyimiz balla imtahan balının əlaqəsi yoxdur. Bir yanlışdır. 2. Budaqları və bərk gövdəsi olan çox illik bitkidə ağac, bəli. Ağacdan kağızı, bəli. Bu ağacdır ki, hansı biz kağızı elə həmin ağacdan hazırlayırıq. Doğrudur. Müxtəlif rəngli əlvandır deyir, rəngli, bəli, düz deyir. Onun rəngli həyatı var, xeyr, rəngli həyat. Burada artıq məcazi mənadadır. Biz amma burada həqiqətdən danışırıq. Deməli, yanlışdır. Yerin atmosferinə əmələ gətirən qazların qarışığıdır, hava doğrudur. Dağ havası orqanizm üçün xeyirlidir, bəli, doğrudur. 2-4 C bəndi. 17-ci sual, mətndə nömrələnmiş hansı cümlələr bir-birini təksib edib? Təksib edib o deməkdir ki, yəni bir-birini izləyib, nömrələnmiş hansı cümlələr. Cümləyə baxın, bir dənə mən sizə deyəcəm indi hara baxacaq, çünki mən oxuyanda bayaq hiss elədim. 3-ə baxın, deyir, muma toxunan zərərverici həşəratlar orada məskən salır. Bir də deyir, mumu heç bir zərərverici zədələyə bilmir. Bəs nə oldu? Bayaq deyirdin ki, həşəratlar orada məskən salır. Bir də deyirsən, zədələyə bilmir. Yəni, həşərat ona toxuna bilmir. Deməli, burada bir ziddiyyət özünü göstərdi. 3-4. 18-də bizə nə deyir? Deyir, cədvələ əsasən uyğunluğu müəyyən edin. Aha, indi hansına uyğundur, onu seçəcəyik. Dünənki və kənddəki sifətləri artıq qaydadır. Azaltma və çoxaltma dərəcəsini işlətmək mümkündür deyir. Təbii ki, yanlışdır. Mən dünənki izahda da demişəm. Ümumiyyətlə, baxmamısınızsa, 7-ci sinif olmağına baxmayaraq, dünənki izaha da baxın. Çünki demək olar, keçdiyim dərslər hamısı sizin bütün proqramı əhatə edir. Dünənki və kənddəki ki və dakı ilə düzələnlər yalnız və yalnız adi dərəcədə olur. Azaltma, çoxaltma sayılmaz. 1 A-lar getdi. 2 dənə cavab arasında qaldıq. Yaşıl təhər və kəmşirin sözləri defislə yazılır. Yanlışdır. Təhərlə kəm birləşik yazılır. Yanlışdır deyib doğru nişanlayırıq. 2-də B-dir. D-də getdi. Elə cavab A-dır. Dərəcə şəkilçisi qəbul edən sifətlər ismi sualına cavab verə bilmir. Doğrudur. İsmi sualına cavab verə bilmir. Çünki artıq o sifətdir. Yəni isimləşməyə baxın. Ona görə də doğru cavabı olacaq A bəndi. 19. Hansı mürəkkəb cümlənin komponentləri yalnız baş üzvlərdən ibarətdir? Təhlil edirik. Onun sözləri mənə xoş gəlmədi. Kimə? Mənə. Elə tamamlığı gördüm, getdi. Tükənmirdi. Nə? Onun arzuları. Alqışlayırdı. Nəyi? Bunu. Kim? Hamı. Tamamlıq var, getdi. Bir də bir şey deyim. Biz burada onun arzuları tükənmirdi. Ayrıca götürə bilməliyik. Çünki arzu tükənə bilməz. Ona görə məcaziliyi var deyə
birlikdə xəbər gedir. Onadır. Nə? Bizim sözümüz. İnciməsin. Kim? Heç kim. Baxın, yalnız mübtəda xəbərdən ibarətdir. Hər yerə yayırdı, elə burada zəfli özünü göstərir. 20-ci sualda deyir ki, təsvirlənməyən feillərin hər üçü. Təsvirlənməyən feillər də hansıdır? Feili bağlama, feili sifət, məstər. Bunlara baxmaq lazımdır. Yorulub əldən düşən nənə yemək qazanını ortaya qoyub nəvələrində burada maqmək yoxdur, məstər yoxdur. Maqməqə baxım elə ən asan. Qarmaq atdıq, bu qarmaq isimdir burada. Getdi. Əgər feil olsaydı burada qar feili olardı. Qar feili də yoxdur. Sonra C-də burada məsəl üçün görəndə kömək et. Kömək üçün. Buradakı kömək isimdir. Getdi. İmtahana hazırlaşan uşaq qəbul olunmaq üçün çalışanda, and-əndə hər üçü də var. Beləcə izahımızın sonuna gəldik. Sabah hər birinizə imtahanda uğurlar arzu edirəm. Riyaziyyat izahını da səhifədə yerləşdirəcəm. Baxmağı, nəticənizi və fikirlərinizi bölüşməyi unutmayın ki, bu kimi izahların ardı daha çox gəlsin.